Salman xəstə idi, Həzrət Peyğəmbər sallallahu gəlmişdi onun başının üstünə. Dedi, bu xəstəlikdən 3 şey qazandın sən. Bir, Allah yadına düşdü. 2, duan qəbul oldu. Deyirlər, xəstə vaxtı dua eləyin. Özünüz dua eləyin. Xəstə dua eləyəndə mələklərin duası kimidir onun duası. Tez qəbul olur. Və deyir, xəstəni ziyarət eləyəndə sən ona şəfa istəyirsən, hamımız deyirik, Allah şəfa versin. Ona da deyirən ki, sənin üçün dua eləsin. Onun duası tez qəbul olur. Üçüncü də budur ki, günahların təmizlənir. Ne üçün bunlar baş verir? Ne üçün? Çünki insan xəstəlik halında ehtiyaclı olduğunu daha yaxşı başa düşür. İmam Səccad da deyir ki, məni elə ki, mən elə hər an ehtiyaclı olduğumu başa düşürüm, da bəlaya ehtiyac olmasın. Bunu bəla mənə xatırlatmasın. Bunu mənim yadıma bəla salmasın. Onda bəla kəsilir, onda bəla rütbə üçün olur. Məqam üçün olur. Asıllığı çatdırmaq üçün yox. Asıllığı xatırlatmaq üçün yox.